Deməli uşaqlar, bizim bugünkü mövzumuz zaman vahidləridir. Dərsimizin məqsədi isə verilmiş zamanı müxtəlif zaman vahidlərinə çevirməkdir. Yəni bizə verilən hər hansı bir zamanı biz müxtəlif zaman vahidlərinə çevirməliyik. Məsələn, saatı dəqiqəyə, dəqiqəni saniyəyə çevirəcəyik. Bundan əvvəl sizə bir situasiya edeyim uşaqlar. Bunu görək kim həll edə biləcək. Deməli, ana Şuşadan Saatlıya saat 11:00-da yola düşdü. Deməli, saat 11:00-da Şuşadan Saatlıya doğru yola düşdü. Anar 180 dəqiqə yolda oldu uşaqlar. Baxın, gəldiyi yolda 180 dəqiqə yol getdi Anar. Sizcə Anar saat neçədə Saatlıya çatacaq? Bir danışaq. Dərsi görün. Mən birinci 180'yi çevirməliyik. 180 dəqiqəni çevirməliyik saata. Neçə saat oldu? 3 saat. Deməli, Anar yolda neçə saat olub uşaqlar? 3 saat. 3 saat. Saat neçədə Saatlıya çatıb Tunar? Bir görün. Mən 14 oldu. Bəli, necə tapdın bunu? Mən 11:08 saat. 3 saat gəldi və oldu 14:00-da Saatlıya çatır. Bəli, bugün sizlə dərsimiz uşaqlar zaman vahidləridir. Zaman vahidləri kısaca tekrarlayaq. Çünki biz bunu keçən 3-cü sinifdə keçmişik, amma yenə də bu il biraz üstündə təkrar edək. Deməli, bir dəqiqəmiz uşaqlar 60 saniyə. 1 saat 60 dəqiqə. bir günümüz 24 saat. bir həftəmiz 20 gün. bir ilimiz 10 saat. bir ilimiz 365 yəni 4 ildən biz 366 gün olur. Bu da fevral ayının 29 olanda 366 gün alınır. Və bir əsrimiz 100 ildir. Bəli. Biz bunları bilirsiniz. Sadəcə sizə çevirməni izah edəcəm. Necə çevirmək lazımdır vahidlərin bir-birinə. Biz ən çox uşaqlar saatı dəqiqəyə və dəqiqəni saniyəyə çeviririk. Düzdür? Deməli, dəqiqəni saniyəyə çeviririk. Bunu necə çeviririk uşaqlar? Sizə məlumdur ki, bir saatımız neçə dəqiqədir? 60. Əgər biz saatı dəqiqəyə çeviririksə, bunu 60'a vurmaq lazımdır. Saatı dəqiqəyə çevirəndə saatı 60'a vurub dəqiqəni alırıq. Əgər biz dəqiqəni saata çeviririksə, burada vurmanın əksindən istifadə edirik. Və vurmanın əksi bölümü olduğuna görə bunu 60'a bölüşürük. Deməli, saatı dəqiqəyə çevirəndə 60'a vururuq, dəqiqəni saata çevirəndə 60'a bölürük. İndi dəqiqəni saniyəyə çevirək. Yenə də eyni qayda uşaqlar. Biz böyük vahidi kiçik vahidə çevirəndə bunlardan istifadə edirik. Kiçik böyüyə çevirəndə bölürük. Dəqiqəni çevirmək üçün 60'a vururuq, saniyəyə çeviririk. Saniyəni çevirmək üçün isə 60'a bölürük və dəqiqəyə çeviririk. İndi bir neçə əlavə suallarla izah edək. Sizə suallar verim. Deməli, bir saat neçə dəqiqə oldu uşaqlar? 60 dəqiqə. Yaxşı. İndi gəlin görək, 6'da bir saat neçə dəqiqə olacaq. 4-cü sinif olduğumuza görə biz ən çox kəsirlərdən istifadə edirik. Və bütün mövzularda olduğu kimi zaman mövzusunda da kəsirdən istifadə edirik. 6'da bir saatın neçə dəqiqə olduğunu indi mən sizə izah edeyim. Sonra siz gəlib nümunələrlə göstərəcəksiniz. Saatı çevirmək üçün, uşaqlar, kiçik vahidə çevirmək üçün bir saat neçə dəqiqədir? 60. Biz demişdik ki, kəsirləri həll etmək üçün nə edirik? Mətrəcə. 60'ı bölürük 6'ya. 10'u da vururuq 1'ə. Deməli, 6'da bir saat neçə dəqiqədir? 10 dəqiqədir, bəli. Bir də sizə uşaqlar qarışıq kəsirlər olan vahidə nümunə verəcəm. Məsələn, 2/6'da 1 saat neçə dəqiqə edir? Burada uşaqlar görürsünüz ki, tam saatımız var. Bunu hamı bilir.
saatı tapacağım. 6'da 1 saat 10 dəqiqə. 10 130 dəqiqə. Deməli 120 son gəlir. 130 dəqiqə. Bəli, deməli 2 tam 6'da 1 saat neçə dəqiqə oldu? 130 dəqiqə. 130 dəqiqə oldu. İndi sizə əlavə suallar verəcəm. Məsələn, gəlsin Leyla. Yaz ora 5'te 1 saat. 5'te 1 saat. 5'te 1 saat. Şimdi 5'te 1 saati çevirək. 60'ı 5'e böleceğiz. Şeyde 12. 12'ni vuracak bile 12. 12 değil. Həsən gəl. Yaz. 3 tam 6'da 1 saat. Bir saat 60'ı 6'ya böleceğiz. Şeyde o. 1 saat 60 dakika olduğu için 60'ı vuracak bile 180, 180 ise o 190. 190 değil. Aferin. Ayan gel. Yaz mesela, gel buradan yaz. Yaz 4'te 2 saat. Evet. 1 saat 60 dakikada 60'ı böleceğiz 4'ten eleyecek 20. 20'ni de 2'ye 60'ı 4'e böldü 27. Dikkatli ol. Neçə yer 64'e böldü? 15. 30 dəqiqə. Sonra Aris'e gel. Yaz. 1 tam 4'te 3 saat. Neçə dəqiqə eləyir? Yani burada 1 saat 60 dakika olduğu için 60 dakika yazıyorum. 60'ı 4'e bölende eləyəcək Aha, 15. 15. 15'i de çavranda eləyəcək 30 dakika. 45. 45 dakika. 45 dakikanın üstüne 60 gelende eləyəcək Alta gel, üstüne gel. 60 üstüne. 45 gel. 105 dakika. 105. Aşağıda biraz değinen. Yaxşı uşaqlar. İndi sizlə cütlərlə işimiz var. Yəni mən sizə iş vərəqlərimi paylayacağam. Siz cütlər olaraq həmin iş vərəqləri üzərində işləyəcəksiniz. Zaman vahidlərini çevirməyə aiddir. Və bundan sonra hər bir cütlük gəlib öz tapşırığını izah edəcək. Söndürme yok fazla. Tüm bağımlı şey.
Gel ya sen tut yapra. Həsən mən Əlizadə hazırdır. Gəlin. Birinci tapşırığımız başlayaq. Uzaq şeylər görə necə yazırsınız? Siz də baxın. Birinci istəyən çevirdik saniyəyə. Elədim 180. 180 üstünə 15 gəldi. Elədim 195. Sonra Həsən ikinci səndir. Bir həftə gün olduğuna görə yükünü buradan görə. Şəhətdə bir həftə gün olduğuna görə yükünü buradan görə. 28 bu da qaldı yolu 36. Gelin 12 aldığımızda 12'ye vurduğumuzda 36'ın dışına 5 geldi. Sonra Bir dersimiz 1 tam 5'te 4 saat. 5'te 4 saat. 1 saatin değeri yüzüstü 60 lira. 5'te 4'e geldi üstüne. Sonra Həsən
360, 360, 730, 5'te de geldi üstüne. 800. Düz eleyim uşaqlar. Düz eleyim biraz tapşırılır. Alqışlayaq. Başlayalım. Gəlin. 2, yavaş. Müzakere hə. Deyin görək, uşaqlar da yıkılmasınlar. Hə. 78 dəqiqənin içində bir saat var. Bir saat 60 dəqiqə. 78-dən 60 çıxılır. Böyle 18. 18-də dəqiqə. 126-dan neçə dəqiqə? 2 dəqiqə var. 2 dəqiqədə 6 saniyə düzdür. Sonra 50 saat 50 saatdan da 248 saat qalıb 2 saniyə verəcəksiniz. Hə. 45 Həftəyə bölürsən, hə. 45 günü həftəyə bölürsən, neçə həftə alınır? 6 həftə 42 gün. 2 gündə qalır burada. Sonra 70 ayda bir ilimiz 12'ye bölürsən, 5 il olmaz. 112 ildə Bir əsrimiz 100 il olduğuna görə 212'den sonra 200'ü 2 yıl əsr olacaq. 2 əsr. 2 əsr 12 yıl olacaq. Yerdə qalan 12-də əlavə 12 ilə verir. Düz yazdılar uşaqlar. Alqışlayaq. Sonra hansı cümlə hazırdır? Gəl ayaq, yağmur ayaq, gəl. Görkem danış artık. Burada 2 saat 80 saniyedir. Burada birinci dəqiqəni tapdık. 1 saat 60 dəqiqə olduğu üçün 60'ı vurduk 2'ye elədi 120. 120'ni də 60'a vurduk elədi 7200. Saniye. Sonra Yani saati saniye çeviriyoruz. 8 saati saniyeye çevirmeliyiz. Burada 8 saati en birinci Derece. Aha. Onu da 1 yine saat 60'a. 60 dəqiqədir. 60'ı da yenə vurduk. 60'a da elədi 28200. Sonra 2 əsri neçə ay demişdim. Mən 1 əsri 100 ildir. 100'ü də vurduk 2'ye. Elədi 200. 200'ü də böldük. Vurdum 12'ye. 12'ye elədi 2400. Sonra 1 saat 1 dəqiqəni çevirməliydik saniyəyə. Ən birinci 1 saat 60 dəqiqə olduğu üçün 60 tapdıq. Yəni dəqiqəyə çevirdik. Sonra 60'ı da 61'de bir geldi. Zeynep 61 dəqiqə. Onu da saniye çevirmek için. Elədi 4200. 4'ün Sonra bir həftə bir gün saat çevirdik. saat çevirməliydik. Ən birinci bir həftəni tapdıq. Bir həftə 7 gün. 7 günün üstünə bir gün gələndə 8 gün. Sonra bir günün neçə saat olduğunu tapmalıyıq. Yəni 1 saat, 24 saat, 1 saat. 54'ü də vurduk 8'ə, elədi 192. Sonra 3 gün. 3 günü tapmaq üçün ən birinci saatı tapmalıyıq. 3 gün 3'ü vuracaqdıq 24'ə, sonra 24'ü də vuracaqdıq 60'a. Ha, düz var, yaxşı. Düz yazdım uşaqlar. Alqışlayaq. Dənizlə Leyla, davam edək. Gəl sizə.
saatdan? 11 saatdən çıxmalıyıq 4 saat 50 dəqiqə. Aha. 11 50 dəqiqə tutmaq olmaz. Aha. Belə buradan 1 milyon. Bir 60'ı verirsən ora. Əla. 60'dan 50 qalır 10. Bunun 1 milyon ki, onun qalırsa 14, 4'dən də 10'da qalır 10'da qalır 10. 8 saat üstə 42 dəqiqə. Üstünə 8 saat 42 dəqiqə, üstünə 1 saat 28 dəqiqə. 42 üstə 28. Bu eləyir 70. 70 dəqiqə. 8-in üstünə 1 gələndə 9. Bundan 1 saat götürür. Burada olur 10, burada da olur 10. 18 20'dən saat 4 saat. 4 saat 36 dəqiqə. 20'dən aşağı çıxmaq olmaz. 50'dən 20 saat qalır. Olur 66 üstünə 25'dən 66'dan qalır. Hesablasın. 15'den de 4 çıxanda, 17'den de 4 çıxanda, 13, 44 qalır. Bəli. Düzdür uşaqlar? Aferin. Əyləşmiyoruz, gəlsinlər verir. Gəlsin sularla Rəşad. Baş etdim. Gəlir. Möhkəm danış. 8:50 isə 1 saat 25 dəqiqə gəlməliyik ki, 2 saat bunu tapmalıyıq. 8:50 isə 1:25, 50 isə 25 dəqiqə olmur. 1 saat 10 olur 75, 75 olmur. 15, 60 oldu. Bura olur 9. Burada 15, hissədə bir gələndə 15. Deməli 1 saat 25 dəqiqə sonra saat 10-15 aferin. Hə. Sonra 10:30'dan 1 saat 45 dəqiqə sonra 30 45 gəlmə olmur. İsə 60 gəlir. neçə elədi sonunda saat? 16, 15. 16-15 elədi. Saatları doğru çeviriblər uşaqlar. Bəli. Alqışlayaq. Aferin. Gəlsin ayağım Yağmur. Gəlmisən. Həsənlə Fatimə. Bəli, burada əldə edilir. Şey 15 saat. Bir cavabı deyək. Bir dəqiqəmiz 60 saniyə deyə. 3 dəqiqəmizi eləyir 145 Aha, saniyə. 145 gəlsən. 195 saniyə də 195 saniyə. Aferin. Fatimə. Bir həftə Bir həftə ne Aha. yapalım? 7'ni bölmüşüz 4'e, 28. 8 geldi de 36. 36. Aferin. Ben burada 305 aydı ben de. Birimiz 13 aydı. Aha. 200 de 24 ay. 3'ümüz de elir 24. Ben 3'ümüz de elir 36. Üstüne de geldi 5 ay elir Aha. 40 41 ay. 41 Ha. ay. Ərsini de görün Fatimə. Benim bir asır 100 yıl olduğu için 2 yıl Güzel. 200 yıl. Burada da Üstüne 5 geldi. 205. 205. Aferin. Əyləşin uşaqlar. Əla. Gəl. Mələklə Ares'də. Ares'də ikincini izah edin. Ben ikincide 78 dəqiqə, 78'den 60 çıxır. 60 ayrı olur 1 saat, 1 saat. Burada 7 qalır 18 dəqiqə, o da 18 dəqiqəyə gedir. Əla. 120 saat, 126 saniyə. 126 saniyə, 2 dəqiqə gedir. Və ondan 6 saniyə. 6 saniyə qalır. Aferin. 50 saat, 2
50 saat, Hə, düz deyirsən. 2 İki gündür, günlük 8 saat, yerdə qalır. 2 2 saat, saatımız qalır. İki saat. Aferin. 45 gün, 6 həftə olur, 3 gün yerə qalır. Ha, onu da verirsən ona. Aferin. Alkışlayaq ailəsini. Bütün düzdürlər gəldi, izah elədi, düzdür. Yerdə qalan olmadı. Hamı gəldi, öz iş vərəqini müzakirə elədi, bitdi iş vərəqləri. İndi isə uşaqlar, səhifə 58-də zaman vahidlərinə aid tapşırıqlara baxırıq. Zaman vahidlərində burada uşaqlar bələdçidə müəyyən tapşırıqlar var. Onları bir-bir yazar deməli. Həsən gəl bunu. Yazar. Deməli 3 saat 22 dəqiqə. Bunu dəqiqəyə çevirəcəyik. Neçə dəqiqə edir? 1 saat 60 dəqiqə olduğu üçün 60-ı böləcəyik 3-ə, 180, 180, 180. İkinci gələndə 202 dəqiqə. Yaz. Gəl Əlizadə. 2 il 135 gün. 2 il 135 gün. Neçə gün eləyəcək? 1 il 365 gün Aha. olduğu üçün 365'i bölürük 2'ye. Vur. Bu altında vur ya. Üstüne. Üstüne 135. Orada geleceğim. 860. Yaz. Deməli 235 gün elədi, 865 gün. Əyləş, dəniz gəl. 4 dəqiqə 10 saniyə. Neçə saniyə eləyir qızım? Ben 4 dəqiqəmiz, 1 saat, 1 dəqiqə. 1 dəqiqəmiz 60 saniyedirsə, 60'ı vurmalıyıq 4'ə. O da eləyir 240. 240'ın üstünə də 10 gələndə 250 saniye. Aferin, 250 saniyə. Tunar gəl. 4'də 1 il. Neçə aydır? 4'də 1 il. Dörtte bir alır, 12'ni bölü 4'e, 3 alır, 3'ü de 1'e alır, 3 az. Aferin. 3 ay güzel. Sonra Ayhan gel. 2 tam 4'te 3 saat. 2 tam 4'te 3 saat. Bu tanıtım materyası yapalım. Saat. Neçə dəqiqə edir? Bir saatimiz neçə dəqiqədir? 2 saatimiz 120 dəqiqə qoyduq qırağa. İndi 4 dəqiqə tapaq. 60'ı böldün 4'e neçə elədi? 60'ı 4'e böləndə. Bax, 4'də 3 saatı necə tapırdıq? 60'ı 4'e bölüb 3'e vururuq. 15, 15'i də 3'e vuranda 45. Aha, orada da 2 saatimiz var idi, çevirmişdik dəqiqəyə. 120, o da 45. Neçə elədi? Aha, 165 dəqiqə. Deməli uşaqlar, biz iş vərəqlərindən də tapşırıqlar da işlədik və bir dənə sonda yenə də əks əlaqə yaradaq. Görək bugün sizlə biz nəyə keçdik? Bugünkü mövzumuz nə idi uşaqlar? Zaman vahidləri. Və zaman vahidlərinə biz keçdik. Bir dəqiqəmiz
81, 366 gün eləyir. Bəli. Bir ay neçə gündür? 30. 31 gündür, bəli. Sonra bir həftəmiz neçə gündür? 7 gün, bəli. Sonra biz zaman vahidlərindən ən çox harda istifadə edirik? Vaxtda Saatdan ən çox harda istifadə edirik? Bəli, səhər məktəbə getmək üçün, işlərimizin planını görmək üçün ən çox saatdan istifadə edirik, bəli. Deməli, ən çox zaman vahidlərindən daha çox biz real həyatda dərsə gələrkən, evə gedərkən, ev tapşırıqlarını edərkən, işlərimizi planlaşdırarkən biz zaman vahidlərindən istifadə edirik. İndi uşaqlar, mən sizə bir ev tapşırığı verəcəm. Ev tapşırığı belə olacaq. Siz evdə, deməli, yazırsınız ev işi. Ev tapşırıqlarına nə qədər, neçədə başlayıb, neçədə bitirirsiniz, neçə müddət davam edir, bunu hesablayıb yazacaqsınız. Deməli, ev işi yazdınız, ev tapşırıqlarına. Ev tapşırıqlarına neçə dəqiqə sərf edirəm? Ev tapşırıqlarını işləyərkən saat neçədə başlayıb, neçədə bitirirsiniz və bu müddət neçə dəqiqə davam edir? Onu hesablayıb, bəli, evdə sərbəst iş kimi yazacaqsınız.